Uyğunluğu müəyyən edin. Azərbaycan təhsili 21-ci əsrdə Heydər Əliyev, İlham Əliyev. Təhsil sahəsində İslahatlar Dövlət Komissiyası. Bu 1998. Əslində Heydər Əliyevin dövrünə düşür, amma bizə 21-ci əsr lazım. Ona görə A ola bilməz. Təhsil haqqında qanun 2009. Bu da 21-ci əsrə düşür, amma Heydər Əliyevin dövrü deyil. Ona görə B də ola bilməz. Elmi tədqiqatların əlaqələndirmə şurasının yaradılması 2003 Heydər Əliyevin dövrünə düşür. 1-ə verdik C-ni. İndi İlham Əliyevə baxaq. Elmlər Akademiyası, Milli Elmlər Akademiyası adlaması bu 2001-dir. 21-ci əsrə düşür. Amma İlham Əliyevin dövrü deyil, Heydər Əliyevin dövrüdür. Ona görə A olmaz. Elm haqqında qanunun qəbul edilməsi 2009 götürə bilərik. TQDK-nın fəaliyyət göstərməsi götürə bilərik. Yazsaydı ki, TQDK-nın yaranması götürə bilməz. Amma fəaliyyət göstərməsi bəli. 1-ə C, 2-yə də B ilə C A variantı. 1-ci Napolyon və Toxtamış xanı birləşdirən hadisələrdən klassik orta əsrə aid olanından 119 il sonra yeni bir dövlət əsası qoyuldu. Deməli, Napolyon Toxtamışın oxşar cəhəti Moskvanı yandırmalardır. Moskva da bizə lazımdır bunun klassik orta əsrə aid olanlar. Deməli, Napolyon yandırıb 1812-ci ildə, Toxtamış yazılır 1382-ci ildə, 1382-ci ildə. İndi bizə lazımdır klassik orta əsr. Ona görə 1382-ni götürəcəyik. Bundan da 119 il sonra yeni bir dövlət yaranır. Səfəvilər. İndi bizə lazımdır Səfəvlərə aid doğru fikir. Teokratik idarəetmə xüsusiyyətinə məxsus olub 19-cu əsr tarixində dərin iz qoymuşdu. Səfəvilər 19-cu əsrdə mövcud olmayıb. Mərkəzləşdirilmiş dövlət olmaqla dini zorakılıq aradan qaldırıldı, xeyr. Qara dənizə çıxış olan dövlətlə 18-ci əsr tarixi boyunca dostluq münasibətində idi. Səfəvilər birincisi 1736-cı ildə süqut edib, 18-ci əsr boyunca mövcud olmayıb. Eyni zamanda Qara dənizə çıxış olan yəqin ki, Qaraqoyunlu nəzərdə tutur, Ağqoyunlunu. Ağqoyunluda heç dövlət olmamış bu çıxışın hüququnu itirmişdi. 17-ci əsr Qərbi Avropa dövləti ilə ittifaq yaradaraq ərazisini geri qaytardı. 1621 İngiltərəni götürə bilərik. ABŞ ilə bağlı cədvəldə rənglənmiş yerlərə uyğun gələn variantı müəyyən edin. Harry Truman'ın xarici siyasəti, Richard Nixon'un daxili siyasəti, Ronald Reagan'ın xarici siyasəti. İqtisadi böhran, işsizliyə və inflasiyaya səbəb oldu. Bu, Nixon'un daxili siyasəti. 2-yə verdi yanı. Mərkəzi Kəşfiyyat İdarəsinin yaradılması. Bu, Harry Truman'a düşür. Amma bizə lazımdır Truman'ın xarici siyasəti. Ona görə B-ni götürə bilmərik. Truman doktrinasının qəbul edilməsi. Bəli, bu Truman'a götürə bilərik. 1-ə verdik C-ni. 2-yə verdik A-nı. Sovet İttifaqı ilə danışıqların başlaması. Bu, John Kennedy'də olmaz. SSR ilə orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı sazişin imzalaması. Bu olacaq Ronald Reagan. 3-ə verdik yeni. Deməli, 1-ə C, 2-yə A, 3-ə də Y. 1-ə C, 2-yə A, 3-ə də Y. Y variantı. Doğru fikri müəyyən edin. Ermənilərin etnik təmizləmə təbliğatı, Xankəndi və digər əməliyyat mərkəzlərinə BMT nümayəndələrinin səfəri bəli. Ali Baş Komanda, elə bu düzdür o zaman. Amma hamısına baxaq, səhvləri çıxardıq. Ali Baş Komandanın rəsmi təlimatı, erməni kilsəsi və millətçi təşkilatlarla bərabər mülki əhalinin köçməsi, xeyr, mülki əhaliyə deyirdi ki, getməyin. Əməliyyat zonasında mülki əhaliyə münasibət, Ermənistan qanunları çərçivəsində Azərbaycana tabi olmaqla reinteqrasiya saytında qeydiyyatdan keçmələri. Ermənistan qanunları yox, bizim qanunlarımız idi. 2024-cü il 1 oktyabr hərbiçilərin Xankəndində olması, cinayətkar dəstəsinin başçısı Arayik Arturanın həbs edilməsi yox. 2024 yox, 2023-cü il. 2023-cü il 10 oktyabr Ali Baş Komandanın Xankəndiyə səfəri, 3 rəngli bayrağın Xankəndi mərkəzində ucaldılması və Xocalı-Xocavənd Ağdərə bayrağının dalğalandırması. Bu 10 oktyabr yox, 15 oktyabrdır. Olacaq A variantı. Doğru fikri müəyyən edin. İkinci Dünya müharibəsi zamanı SSR-yə qarşı təxribatların qarşısını almaq üçün 42-ci ildə İrana qoşun yeridildi. Xeyr, 42-də yox, 41-ci ildə. Paniranizm siyasəti Azərbaycan dili yerli ləhcə səviyyəsinə endirmək məqsəd daşıyırdı, bəli. B düzdür, amma hamısına baxaq, səhvlər çıxardıq. 20-ci əsrin 20-30-cu illərində Cənubi Azərbaycanda cəmi bir dövlət müəssisəsi, kibrit zavodu, xeyr, şəkər zavodu idi. Cənubi Azərbaycanda milli şuurun, milli mədəniyyətin formalaşması Şimali Azərbaycana nisbətən daha güclü, xeyr, əksinə idi, bizə daha güclü idi. 20-ci əsrin 40-cı illərində İranda real hakimiyyət şah hökumətinin əlində idi, yox, real hakimiyyət parlamentə məxsus idi.
Uyğunluğu müəyyən edin. İsrafil Məmmədov, bir də Həzz Aslanov. Şimali Qafqaz uğrunda döyüşdə şücaət göstərməsi heç biri. Sovet İttifaqı qəhrəmanı adını alan ilk Azərbaycan. İlk də isə İsrafil Məmmədov. 1-ə B. Vilnus səmasına düşmənin 3 təyyarəsini məhv etməsi xeyr, buna təyyarəçi deyildi. Rumıniyanın azad olunmasında iştirak etməsi xeyr. Stalingrad döyüşündə iştirak etməsi Həzz Aslanov. Deməli, 1-ə verdik B-ni, 2-də verdik Y-ni. Y variantı. Viyana Konqresində iştirak edən dövlətlər haqqında həmin əsrə aid fikirlərdən doğru olanı müəyyən edin. Viyana Konqresi 19-cu əsrdə İngiltərə, Rusiya, Avstriya, Prusiya əsas rol oynayırdı. Milli sərvətlərin artmasına baxmayaraq əhalisi yoxsullaşırdı. Hamısına baxın, buna qayıdacağım. Maarifçilik mütədil xarakter daşıyırdı. Biz 19-cu əsr lazımdır. Maarifçilik mütədil olması İngiltərədə 17-ci əsrdə olmaz. Sənaye çevrilişi Qərbi Avropa ölkələrindən fərqli xarakter daşıyırdı. Bu olacaq Rusiya. Bilirik ki, Rusiyada sənaye çevrilişi təhkimci halda baş vermiş. Yəni, hələ təhkimci rol olmuşdu. Moldova və Valaxiya, Serbiya muxtariyyət hüququ verdi. Bunu Osmanlı verib. Osmanlı da Viyana Konqresində iştirak etmirdi. Deməli, B də səhvdir, D də səhvdir. İmperiyanın baş kansleri dəmir və qanla birləşdirilmənin tərəfdarı idi. Dəmir və qanın tərəfdarı Bismarck idi. Bismarck da dəmir və qan deyəndə hələ imperiya yox idi. Ona görə Y ola bilməz. Milli sərvətlərin artmasına baxmayaraq əhalisi yoxsullaşar. Yəqin ki, burada İngiltərə nəzərət olacaq. A ilə C, A variantı. Səfəvi dövlətinin 18-ci əsrin 30-cu illərinin ikinci yarısı. Yəni 1735, 36, 37, 38, 39. Qəsri Şirin sülh müqaviləsinin bağlaması 1639 olmaz. Şamaxı əhalisinin Ağsuya köçürməsi 1734 olmaz. Muğan qurultayının çağırması bəli 1736. İlk öncə qurultay çağırılır, ardınca Səfəvilərin varlığına son qoyub Əfşar imperiyası yaranır. Əmir Teymura aid olmayan hadisəni müəyyən edin. Hələb Şam şəhərinə ələ keçirməsi bəli. Baharlıları və Cəlaləri məğlub etməsi bəli. Əmir Hüseynlə ittifaq bağlayaraq Toğluq Teymura qarşı mübarizə. Əgər Əmir Teymur deyirsə, deməli söhbət dövlətdən gedir. 1370-1405-ci illərdə olub hakimiyyətdə. Əmir Teymurda Əmir Hüseynlə ittifaqda olub dövlət yaratmamışdı. Daha sonra Əmir Hüseyni öldürüb hakimiyyətə gəlmişdi. Ona görə olacaq C variantı. Cənubi Azərbaycanda Demokratik hərəkatın 46-cı il tarixinə aid deyil. Şahın konstitusiya haqqında fərman verməsi. Fərman olmuyor biz bu dövrdə. Təbriz Universitetinin açılması 46 düşür. Təbrizdə pulsuz qız məktəbinin açılması Təbrizdə pulsuz qız məktəbinin xiyabanı açdırmışdı. Yəni bu dövrdə yox idi. Olacaq elə 1-dən 3 B variantı. Verilmiş məlumatlardan biri Şah 1. Abbasın diplomatik əlaqələr yaratmaq üçün danışıqlar apardığı dövlətlərdən deyil. Deməli, İngiltərə, Fransa, Almanya, Rusiya 15-ci əsrin 90-cı illərində, 90-cı illərin sonlarında Hindistana dəniz yolunu kəşf etmək məqsədli ekspedisiya göndərmişdi. Ekspedisiyanı göndərən Portuqaliyadır. Şah Abbasın da Portuqaliya əlaqələr qurmayıb, diplomatik əlaqələr. Mübarizə aparıb, hörümcü geri qaytarıb. Amma diplomatik əlaqələr yoxsa ilə asəfdir. Dünyada ilk dəfə dəmir yolu İngiltərə düzdür. 18-ci əsrin 80-ci illərində Krımı özünə birləşdirmişdi. Rusiya düzdür. 19-cu əsrin əvvəllərində İmperiya Fransa düzdür. 16-cı əsrin 80-ci illərində dəniz döyüşündə İngiltərə məğlub olmuş İspaniya, bu da düzdür. Dərbəndilər sülaləsinin hakimiyyəti dövründə Dərbəndlərin, yəni 1382-1538 bu dövrdə İngiltərə, Fransa Normanlar və yerli əhalinin qaynayıb qarışaraq İngilis xalqı yarandı. Bu 12-ci əsrdə olmaz. İngilislərdə ərazi və dil birliyi əsasən formalaşıb bu 15-ci əsri götürə bilərik. Proteksionist siyasətin yeridilməsi. Proteksionist siyasət yeridilib Yelizavetanın dövründə. Yelizaveta hakimiyyətdə olub 1556-1605-1603. Demək, Yelizaveta hakimiyyət dövrü Dərbəndlərin dövrünə düşmür. Biri olacaq B yalnız. Fransa, Parisin bütün şimali Fransanın iqtisadi mərkəzi olması bu 13-cü əsrdə olmaz. Fransanın vahid dövlət halında birləşdirməsi bəli 15-ci əsr. 1-ə A, 2-yə B. Fransada ən böyük kənd üsyanı 1381. Bu da düşmür Dərbəndlərə. Deməli, 1-ə B, 2-yə də B, Y variant. Bizə lazımdır Dərbəndlər dövrü. Ona görə A əslində düzgün fikirdir, C də düzgün fikirdir. Amma əsrə düşmür deyə götürmürük.
Səbəb-nəticə əlaqələrinin uyğunluğu gözlənilmişdir. Maqneziya döyüşünün baş verməsi, Maqneziya döyüşündə Parfiyanın məğlub olması, Atropatena dövlətinin yenidən müstəqil olması. Maqneziya döyüşündə Parfiya yox, Selevkilər məğlub olmuşdu. Antoni şərqə böyük yürüşü, Albaniyanın Roma imperiyasına tabe olması. Antoni dövründə Roma imperiyası yox idi. Parfiyanın Atropatenanı işğal etməsi, Albaniyanın xarici siyasətdə Roma meyil siyasət yürütməsi, bəli, elə bu olacaq. Ardıcıllığın müəyyən edin. Sonuncu dini müharibənin baş verməsi 1648. Amerikada İngilis koloniyalarının salınması 1607. Anglikan kilsəsinin yaranması 16-cı əsrin birinci yarısı. Kale limanı İngilislərin əlində qalması 1453. Deməli 4 3 2 1 4 3 2 1 A variantı. Böyük Karla aiddir. Böyük Karl hakimiyyəti olub 768 814. İspaniyada ərəblərə qarşı müharibə aparmışdı, düzdür. Əməvilərlə diplomatik əlaqələr yaratmışdı. Böyük Karlın dövründə Əməvilər yox, Abbasilərdə artıq hakimiyyət olacaq, elə bir variant. Xəritə və sxemə əsasən yanlış cavabı müəyyən edin. Deməli 4 Hollandiya, daha doğrusu Belçika. AXC-nin diplomatik nümayəndəliyin açılması. Belçikada AXC nümayəndəliyi yox, İraq səhvdir. Hamısına baxın. AXC nümayəndələrinin bu ölkə ərazisində konferansda iştirak etməsi bir İtaliya, bəli. San Remo konfransı. AXC-nin bu ölkəyə etiraz sənədi göndərməsi 5 Osmanlı, düzdür. Amerika və fransızların Qafqazda birtərəfli qaydada möhkəmlənməməsini çalışırdı 2 İngiltərə, düzdür. Paris Sülh konfransında AXC-nin müstəqilliyini tanınması əleyhinə idi 3 Fransa, bu da düzdür. Cavab variantı. Hadisə və nəticə əlaqələrinin doğru göstərildiyi variantı müəyyən edin. Ağa Məhəmməd xan Qacarın Şamaxıya hücumu, şəhər tutulsa da şəhər əhalisi Qacarın təyin etdiyi xana itaət etmədilər, düzdür. Kərim xan Zəndinin ölməsi Ağa Məhəmməd xan Qacarın Gilan, Mazandaran və bütün Xorasan, deməli Xorasanın bir hissəsi xanın dövründədir, amma bütün Xorasan şah titulunu götürdükdən sonradır. Ona görə 2 ola bilməz. Qacarın Azərbaycanın şimalına ilk yürüşü, Naxçıvan xanlığının asılı hala salınması. Qacarın birinci yürüşündə Naxçıvan asılı hala düşmədi. Nadirin nəvəsinin Xorasanda qiyam qaldırması, Qacarın Azərbaycanın şimal torpaqlarını tərk etməsi. Bu düzdür, bunu götürə bilərik. Hamısına baxaq. Qacarın Gürcistana yürüş etməsi, Rusların Qacarlara qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başlaması. Ruslar Qacarlara rəsmi müharibə elan edib sonra müharibəyə başlamışlar. Ona görə olacaq 1 ilə 4 D variantı. Uyğunluğu müəyyən edin. Şəki xanlar 18-ci əsrin ikinci yarısı. Çələbi xan, Hüseyn xan, Ağa Kişibəy. Bizə lazımdır ikinci yarı. Çələbi, Hüseyn Ağaki. İlk müstəqil xanlığın əsasının qoyulması. İlk müstəqil xanlıq yaranıb 43-cü ildə. Bu düşür birinci yarıya. Ona görə 1-ə A ola bilməz. Ona görə mən də A-ları çıxardıram. Gürcülər üzərində qələbədən sonra əsas diqqətini ölkənin şərqinə yönəltdi. Bəli, B düzdür. 52-ci ildə Çar Balakənin öz himayəsini alması, bəli. Deməli, 1 olacaq B ilə C. 2-yə baxaq. Hüseyn xan, hakimiyyət illərində daxili çəkişmələrə son qoyuldu, xeyr, əksinə. Şamaxı xanlığı uğrunda mübarizədə Quba xanlığına məğlub oldu, düzdür. Hakimiyyətdə gəlməsində yerli əhali kömək olmuşdu, bu da düzdür. Demək 1-ə BC, 2-yə BC. 3-ə baxaq, Ağa Kişibəy. Qızılqaya xəyanətindən sonra Qazax və Borçay idarəsi ona həvalə edilməsi. Onda hələ Ağa Kişi xan deyildi. Bizə lazımdır Şəki xanları. Ona görə 3-ə A ola bilməz. Sonra 18-ci əsrin 50-ci illərin birinci yarısında hakimiyyətə gəlməsi. Hakimiyyətə gəlib 1755, bu da düşür 50-ci illərin ikinci yarısında. Ona görə B də ola bilməz. Qazıqumuqlu Məhəmməd xan tərəfindən qətlə yetirilməsi, bəli. Deməli, 1-ə BC, 2-yə BC, 3-ə C variantı. Göstərilənlərdən neçəsi AXC dövrünə aid olub, AXC hökumətinə aid olmayandır. Yəni bizə lazımdır AXC dövrünə aid olsun, AXC hökumətinə aid olmayan olsun. Tatar süvari alayının Müsəlman Milli Korpusunun özünə bu ümumiyyətlə AXC-yə aidiyyəti yoxdur. Ona görə bu elə bil ki, yoxdur bu cavab. Naxçıvanın erməni işğalından qorumaq üçün Araz Türk Respublikasını yaratması, bəli, AXC dövrünə düşür, amma hökumətə aid deyil, çünki vətənpərvərlər yaratmışdır. Məktəblərin milliləşdirməsi haqqında qanunun verilməsi. Bu ikinci hökumətin tədbiri də olmaz.
Vətəndaşlıq haqqında qanunun qəbul edilməsi. Bu, parlamentin qərarı, hökumətin qərarı deyil. D-ni götürdük. Hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərarın qəbul edilməsi elə bir də bu olacaq. Bu da parlamentin qərarıdır. 3 düzgün cavab var burada. Məntiq ardıcılığı tamamlayın. Kimmer, İskiz və Sak tayfalarının Manna ərazisində məskunlaşması, Manna ordusunun güclənməsi, təbii ki, söhbət Aşirdən gedir. Aşir də bu zaman Asur ilə ittifaqı pozmuşdur. Elə olacaq 20-yə C variantı. Baxaq. Cədvəl sxemə əsasən uyğunluğu müəyyən edin. Deməli, döyüşün adı, baş verdiyi il, sonra nəticəsində yazıb ki, Sultan Əhməd Qaraqoyunlara məğlub oldu. Deməli, söhbət Əsəd döyüşündən gedir. Deməli, birinci yerdə olacaq cavab Əsəd. O qədər digərləri çıxardacağım. Araz getdi, Kür getdi. İkincidən bəndə baxaq. Sərdurud nəticəsində Qaraqoyunlular Teymuriləri məğlub etdi. Bizə indi il lazımdır. 1408. Deməli, ikinci yerdə olmalıdır 1408-ci rəqəm. Deməli, 1406-nı buradan çıxıram. Digərlər oxşardır. Üçüncü. Otluq beli 1473 nəticə. Bilir ki, Osmanlılar qalib gəlmiş və yaxud da Ağqoyunlar məğlub olmuşdu. Ağqoyunlar məğlub oldu. Dördüncü. 88-ci il Qızılbaşlar Ağqoyunlara məğlub oldu. Bu da söhbət gedir Şahdağ döyüşündən. Demək, burada olacaq Şahdağ. Kürd çayı sahilində döyüş, Qaraqoyunlar Şirvanşahlara qalib gəldi. Bu da bilir ki, 1412-ci ildə olub. Olacaq D variantı. Hadisə nəticə əlaqəsi pozulmuşdur. Roma Aralıq dənizinin qərb sahillərində hegemon dövlət oldu. Yunanistan və Makedoniyanı tabe etdikdən sonra. Qərbində yox, şərqində. Aralıq dənizini şərqində nəzarət etmək istəyi Pun müharibəsinin baş verməsi. Xeyr, elə bu səhvdir. Şərqində yox, qərbindədir. Pundan qərbinə görə mübarizə aparmışdı. Elə aynan B səhvdir. Hamısına baxaq. Patrislərlə plebeylər arasında mübarizə, plebeylər xalq tribunu seçmə hüququnu qazandılar, düzdür. İlk Yunan-İran müharibəsi Yunanistan Aralıq dənizi hövzəsində güclü dövlətə çevrildi, düzdür. Periklin islahatları yoxsul və təbəqənin vətəndaşların hüququnu atması düzdür. Aynan B, D variantı. Şərt edərək xüsusi işarələnmiş regionun tarixi ilə bağlı verilmiş məlumatlardan neçəsi doğrudur? Demək, söhbət buradan gedir Mərkəzi Asiyadan. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızistan, Tacikistan. Baxaq. Bu bölgənin işğalı başa çatmışdı Çar 2-ci Aleksandrın dövründə. Bizə lazımdır düzgün fikirlər. Deməli, bölgənin işğalı başa çatıb 1895 düşür 2-ci Aleksandrın dövrünə yox, 2-ci Nikolayın dövrünə. Deməli, bir ilə buradan səhvdir. Bakı XKS-nin əksər üzvləri bu bölgədə güllələnmişdi. Bəli, Türkmənistanda. Baxın, Türkmənistan. Bu düz deməli. Teymuri dövlətinin ikinci paytaxtı bu regionda yerləşir. Herat yerləşir Əfqanistanda. Əfqanistanda Mərkəzi Asiyaya aid deyil. Bu bölgənin dövlətlərin hamısı Türk dövlətləri təşkilatına üzvdür. Xeyr, hamısı üzv deyil. Bu regionda yerləşən dövlətlərdən birinin prezidenti Azərbaycanın işğaldan azad olunan rayonlarının birinə müasir standartlara uyğun məktəbin açılışında iştirak etmişdi. Söhbət Özbəkistanın prezidentinə gedir. Özbəkistan da burada verilib. Deməli, iki düzgün fikir oldu. 20-ci əsrin əvvəllərində Rusiyada keçirilmiş iqtisadi islahata görə bu bölgəyə torpaqsız kəndlər köçürmüşdü. Bəli, Pyotr Stolpin dövründə kənd icmalarını dağıdır, kəndlərə paylayır, torpaq satmayan kəndləri köçürdü Mərkəzi Asiya. Demək, burada 3 düzgün fikir var. Olacaq B variantı. Məntiq ardıcılığı tamamlayın. Ordu hakimiyyəti ələ keçirdi. Türkiyə tarixində hərbi çevrilişlər dövrü başladı. Yəni, söhbət gedir 1960-cı ildən. Nəticədə isə 61-ci ildə Konstitusiya qəbul olmuşdu. Baxaq. Ərazisində ABŞ hərbi bazası. Bu 52-də olmaz. Bizə lazımdır 60-cı ildən sonrası. Siyasi partiyanın yaradılmasına icazə verilməsi burada əvvəldə 50-ci illər. Türkiyə Koreya müharibəsində iştirak etdi 50-53. İcra hakimiyyətinin səlahiyyətləri məhdudlaşdırıldı, bəli. 1961 Konstitusiya qəbul olunur. İcra hakimiyyətinin səlahiyyəti məhdudlaşdırılır. Şimali və Cənubi Azərbaycanın 1-ci Dünya müharibəsi tarixinə aid ümumi cəhət. Məşruda hərəkatı ancaq Cənubi Azərbaycan. Dövlət Duması ancaq Şimali Azərbaycan. Soyqırım törədilməsi, bəli. 18-ci ilin mart ayında onlarda Urmi bəlası, bizdə mart soyqırımı. Uyğun olan müəyyən edin. Hümmət yaradıb Şərifzadə. Xeyr, Hümməti yaratmışdı Məmməd Əmin Rəsulzadə Hacınski. Deməli, bir səhvdir. Qeyrət Partiyası Ələkbəbər Rəfiboyev düz 1905 Gəncə.
Difai Partiyası Əhməd bəy Ağayev düz 1906 Bakı. Cıqlı 2 ilə 3. Daha əvvəl baş vermişdir. Romada qulların öldürməsinin qadağan edilməsi eramızın 2-ci əsri. Romada vətəndaş müharibəsinin başa çatması eradan əvvəl 1-ci əsr. Vandalların Roma şəhərini tutması 5-ci əsr. Romada xristianlara sərbəst ibadət etmək hüququnu verməsi 4-cü əsr 313. Roma imperiyasının 2 hissəyə parçalanması 395 4-ün sonu. Daha əvvəl, ən əvvəl dediyinə görə biz burada götürəcəyik Romada vətəndaş müharibəsi eradan əvvəl 1-ci əsr. Xəritəyə əsasən 3-18-17-ci əsrlər dövründə 2 dəfədən artıq paytaxt şəhərləri müəyyən edin. 2 dəfədən artıq. Deməli, bilirik ki, Gəncə bir dəfə paytaxt olub, 5 getdi. Beyləqan paytaxt olub ümumiyyətcə. 4 ilə 5-i tulladıq buradan. Sonra Marağa bir dəfə paytaxt olub, o da Sacilər. Bir də olub Hülakilərin. Bizə lazımdır 2 dəfədən artıq olsun. Yəni 3 dəfə olsun ən azından. Məsəl üçün Təbriz 3-17-ci əsr olub Rəvadilərin paytaxtı. Qaraqoyunun, Ağqoyunun, Səfəvin 4 dəfə. Məsəl üçün Ərdəbil olub Sacililərin, Salarilərin, Rəvadilərin 3 dəfə. Deməli 2 ilə 3 2 dəfədən artıq paytaxt olmuşdur. Verilmiş fikirlərdən yanlış olanı müəyyən edin. AXC-nin hüquqi varisi Azərbaycan Respublikası düzdür. Dövlət müstəqilliyi ilə bağlı Konstitusiya aktının qəbulu Azərbaycanda ittifaq müqaviləsinin hüququn itirməsi düzdür. 91-ci ildə Kərkicahana yönəlmiş hücumlar müstəqillik yolunda atılan addımlara mane törətməsi. Kərkicahan üzərinə hücuma getdilər 29-cu ilin dekabr ayında. Həm müstəqilliyimizə qarşılana bilmədilər, eyni zamanda həm də müstəqilliyimizi elan eləmişdi. Çünki bu hadisə olub 91 dekabr ayında. Özü C variantı. Roma təqviminin 228-ci ildə baş vermiş bu hadisədən 61 il əvvəldəki hadisənin ilk Olimpiya oyunlarının keçirildiyi ildən çıxsaq, hansı hadisə baş vermiş olar? Deməli, hesablayaq. Roma təqviminin 228-ci il. İlk öncə deməli 753-dən çıxırıq. 228. Çıxın burada 753 çıxaq 228. 525. Deyir ki, deməli söhbət 525-ci Pilsə döyüşünə gedir. Bu hadisədən 61 il əvvəl, üstə gəldiyi 61-i, yəni 586-cı ildə əvvəldəki hadisəni ilk Olimpiya oyunlarının keçirildiyi ildən çıxsaq, yəni 776 çıxaq 586, 776 çıxaq 586 edəcək 190. Deyir ki, bu ildə baş vermiş hadisə. Təbii ki, Atropatenanın öz dövlət müstəqilliyi yenidən bərpa etməsi ilə olacaq A variantı. Lalə dövrünə aid olan fikirləri müəyyən edin. Lalə dövrü 1718-30, 18-30. Prut barışığı 1711 olmaz. Bəzi yeniçəri birliklərin ləğv edilməsi düzdür. Ordu quruculuğuna xüsusi diqqət yetirilməsi xeyr. Dövlətin maliyyə vəziyyətini yaxşılaşdırması bəli. Şirvan qiyamçılarının himayə etməsi bəli 1721-ci ildə Hacı Davudu himayə eləmişdi. 2-4-5 A variantı. Almaniyanın anşülük siyasəti yolunda ilk addımı hesab olunur. Versal müqaviləsinin şərtlərini pozması xeyr. Avstriyanın baş nazirinə sui-qəsd təşkil etməsi bəli bu olacaq 1934-cü ildə. Elə olacaq burada B variantı. Xəlifə Əlinin vergi islahatına əsasən vergilər torpağın sahəsinə görə alınmağa başladı xeyr. Əkilməyən torpaqlardan vergi alınmırdı bəli. Yəni ilk əvvəllər torpağı əkmirdisə vergi də vermirdi. Sasani və Göytürk Birləşmiş Qüvvələrinin Axund dövlətinə hücumunun nəticəsi təbii ki, Axundun varlığına son qoydular 567-ci ildə. Xəritə cədvələ əsasən doğru cavabları müəyyənləşdirin. Deməli 2 Qarabağ, 4 Gəncə, 5 Şəki, 1 Şamaxı, 3 Bakı. Baxaq. 3-4. 3 Bakı, 4 Gəncə. Xanları Ağa Məhəmməd xan tərəfindən həbs edilmişdir. Ağa Məhəmməd xan yox, Ağa Məhəmməd Şah Qacar tərəfindən. Deməli bir səhvdir. 2-5. 2 Qarabağ, 5 Şəki. Urmiya xanlığından asılı vəziyyətə düşmüşdü düzdür. 1-2 1 Şamaxı, 2 Qarabağ. Şəki xanlığının uğursuz yürüşünə məruz qalmışdı. Bu da düzdür. 2-3. Hamısına baxın. 2 hakimiyyətli mövcud olması 1 Şamaxı düzdür. 5 Şəki səhvdir. Şəkidə 2 hakimiyyətli olmayıb. 3-4. 3 Bakı, 4 Gəncə. Qarabağ xanlığının asılı vəziyyətə düşməsi. Deməli, Bakı Qarabağdan asılı düşməyib. Ocaq 2 ilə 3. Şimali Azərbaycanda 1-ci Rus inqilabı dövrünə aiddir.
Demək 5-7-ci illər. Müsavatın yaranması 11 olmaz. Hümmət təşkilat yaranması 1904 olmaz. Qeyrət partiyasının yaranması ilə bu olacaq. 1905-ci ildə. Qeyrət 5-dir, difai 6-dır. Kontinental qitə blokadasına aid deyil. Prusiyanın məğlubiyyətindən sonra imzalanması düzdür. Berlində imzalanmışdı, düzdür. Yalnız Fransa imperiyasına asılı olan ölkələrə şamil edilmişdir. Xeyr, Fransa imperiyasına, ondan asılı olan ölkələrə, deməli həm Fransaya, həm də Fransa imperiyasına asılı olan ölkələrə şamil edilmişdir. Ona görə C variantı. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycan tarixinə aid deyil. Azərbaycan milləti ifadəsinin işə edilməsi düzdür. Bakı Teatr Həvəskarlar qrupunun peşəkar aktyor qrupuna çevrilməsi düzdür. İlk qız gimnaziyasının fəaliyyətə başlaması. Deməli, 1874 Bakıda. İlk Azərbaycan qiraətxanası, bəli. Yelizavetpol qəzasının yaranması. 19-cu əsrin ikinci yarısında artıq Yelizavetpol quberniyası yaranmışdı. Qəzanın yaranması 1840 sistemidir. Olacaq Y variantı. 4 yanvar 2003-cü il Azərbaycanda Respublikasının prezidentinin fərman əsasına cümləyə şərtinə bax. 4 yanvar 2003-cü il Azərbaycanda Respublikasının prezidentinin fərman əsasına. Yəni Azərbaycan Respublikasının prezidentinin fərmanına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının status və fəaliyyət sahələri müəyyənləşdirilmişdir, düzdür. Elm haqqında qanun qəbul edildi, xeyr. Dəqiqə işarələyək. Demək, elm haqqında qanun 2009 olmaz. A-nı götürmüşük. İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası üzrə elmi tədqiqatların əlaqələndirmə şurası. İlham Əliyevin yox, Heydər Əliyevin göstərişi idi. Ölkə üzrə bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat işlərinin aparılması Azərbaycan Milli Elmlər Akademiyasına həvalə olunmuşdur, bəli. Aynan D, B variantı. Ardıcıllığı müəyyən edin. Təbrizin Qacarların Darül Səltənəti 1790. Ağa Məhəmməd xan Qacarın Tiflis tutması 95. General Zubovun Cənubi Qafqaza yürüyüşü 1796. Məhəmməd Həsən xan Qacarın Qarabağa yürüyüş etməsi, bu yəni 1757 Xasın arxa döyüşünü deyir. Deməli 4, 2, yox, 4, 1, 2, 3. 4, 1, 2, 3 Y variantı.